Hər birinizə salam dostlar, necəsiz? Bunları çıxartım bayra. İşə gəldim, məzmun çıxıb. Heç olmaz, bir yarım saatlıq işəsiz qaldılar. Ürəkləri partlamaz hər halda. Çıx tutarın. Erkek orada, nəinki erkeğinlik öylələr biraz nazlana çıxırlar. Yeni təmizləyirdim bayaqları. Bundan 1-2 saat əvvəl olar. 1 saat olar bəlkə də. Buranı təmizləyib bitirmişəm. Qalıb buranın təmizliyi. Bilən bura təmizlədim. Güya indi. Qalan hər yer qalıb təmizlənməli. İndi təmizləyirəm. Keçəcəm qışlıq modumuza. İndi sizə təmizlik videosunu çəkən deyiləm. Çünki çox çəkmişəm təmizlik. Nədir onun adı? Təmizlik videoları çox çəkmişəm deyə bu dəfə təmizliyi bitirəndən sonra çəkəcəm, davam edəcəm. Sizin də ürəyinizə sıxmayım. Burada eşeğin yeridir, buranı təmizləyəcəm. Bu arada bir şey deyim sizə, bəlkə sizin üçün üzücüdür. Mənim üçün də bir tərəfdən yaxşıdır, bir tərəfdən bağlanmışam, ayrıla bilmirəm. Eşək bəlkə bu videoda ya bu videodan sonra buraxacam, qoy çıxıb getsin hara gedirsə. Çünki insan bilmir başına gələcəyi. Elə insanlar var ki, satın olurlar. Adam qorxur. Deyərlər ki, oğurlamısan, ya açıb gətirmişsən, açıb buraxmışsan, nəsə bir şeylər deyərlər, adam qorxur. Onun üçün də buraxacam, qoy getsin, yiyəsi tapar, tapmaz da ki, kim tapıb saxlayar. Maraqlı günlərimiz keçdi o eşeğlə. Haradasa bir aya yaxın olur ki, artıq o kənddədir, bizim kənddədir. Yiyəsi hələ də tapılmadı, nə bilim. Bu kənddə baxım, yan qonşumuz baxım istəyirsə, yəni saxlaya biləcəksə, ona deyim, o saxlayarmı ya nəsə. Yəni məcburiyyətdən imtina edirəm o heyvandan. Onu da küçəyə bağlamışam, ot yesin deyə. İndi keçək təmizlikdən sonraki ana. Təmizliyini bitirim, keçək. Bitdi buranın təmizliyi. İndi sobadan çıxan külü səpəcəm. Nəmdi biraz yer. Həm səpəcəm, həm səpəcəm, yəni həm kül səpəcəm, həm də azcıq bir apilka var idi. Onu səpəcəm. Sonra üstdən dediyim otu səpəcəm. O dediyim ot da biraz şeydir, nəmdi, yağış altında qalıb. Deməmişəm sizə, deyim indi. İndi yadıma düşdü. Nənəmgildən olan neləri var deyə qabaqlarından qalan otlar var. Onları gətirmişəm. Neydi? Onları gətirmişəm. Onlar da biraz yağışın altında qalıb. Gətirib sobanı yandıracam axşam. Quruyarlar hər halda, həm toyuqlar eşələyəcəklərdir. Tam bitsin bura, neçə vaxtı buranı təmizləmirəm. Kül çox yığılıb alıb. İndi biraz şeydə var, odun qalıqları var. Bütün toz oldu, heç olmaz. Odun qalıqları da var, heç olmaz. Bütün yerlərinə baxım çatsa, yatdığı yerlərə də səpəcəm. Bitcəm falan, yaxşıdır kül. Dəmir səsləri gəlir buradan. Nə səs deyib elə? Mismar səsi gəlir. Mismar. Başqa çoxdur elə bir.
Bir orada. Bu mismarlar hardan çıkıp buralara da düşmüyor yani. Hardan tapacağım bu külün içinden. Yok bu değil. Başka. Nereye yapıyorsun? Smart iyi buralar. Hiç olmaz. Hara koydum. Ha, buradaymış. Ağıl kalmıyor be. Ağıl. Yadaksızlık. Neyse ben bunu səpib gelip çok uzun olmasın. Uzanmasın. Temizledim bitti. Belə oldu. Şimdi hava da qaraldı. Bunların da qalsın. Bunları da atım. Ne gündədir bu? Bunu da atım yandıraram. Bunu da koyayım. Hava çok karaldı. Bismillahirrahmanirrahim. Koyalım köşede kalsın. Ben ne ineceydim? Ot getireceğim de hayvanları bayra çıkartım. Evet de biraz otlasınlar ne görürlerse. Çıp 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 çıp. Kapatacak olsuz. Neyse akşam döşmedi. Yaxşı uçur. Bunlar çıxsınlar. Təzələr də qayıtmadı. Onlar çıxsın yoxsa yox qalsınlar onlar içəridə. Lallar çıxsın. Çıxın qutarın. Çox nazlana gəzdirlər. Rəmsizlər olar. Gəzib qutarana kimi. Aman çıxmayın. Yok çıkmasa da olmaz. Çıkın çıkın. Kışt 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 kışt. Siz kalın. İki bacı. Bunun bayaklara baktım. Olur mu diye. Bunu yıkak kalsın. Bu kapını artık getirdiğimiz otu buradan içeri getireceğim. Olabilir. Azan okunur. Bizim kənddə olmasa da başqa kəndlərdən gələn azan səslənişdiri çox yaxşı olur. Buradan hər halda yeterli olar. Ben gedim o frez deyirik biz. Buradan keçək. Onu bir gətirim. Eşeği də sabah bıraxaram. Onu da gedib gətirim. Qaçmayıbsa eğer çok qaçağandı. Bir baxımdan da bıraxmağım rahat olacaq. Çünki dəqiqə bir qaçır. Keçən dəfə yerinə bağlamışım. Mıxı görürüm əyib qoyub. Eşeği deyil elə bir. Eşeği belə olmur axı. Qorxalara baxın. At da elə bir dartıb əyib qoyub mıxı. Mən də uğurlayacağım geçsin. Çox yemək istəyir. Qoy geçsin. Neyimi? Buradadır baxın. Belə. Motoru kızsın koy.
sürəyə gedək. Təkərlə baxım necə olacaq. Təbii ki, birlə geçsəm daha yaxşı olar, çünki ot dağılmasın sürət getdiyim zaman. Diblə gətirim ki, ot çox dağılmasın yerlərə. Oldu. Belə yaxşıdır. Elə buradan daşıyaram içəriyə. Gedim. Yaba gətirim. Neyse çox uzatmayayım deyə videonu gedim. Yabanı gətirim. Səpən vaxtı sizə açaram videonu. Görərsiniz. Oy getdim yabanı gətirməyi. Tovuca çıxdı bayra bütün. Oy oy. Hara getdilər bunlar? Çıp çıp çıp. Aa tezeler de çıkıyor. Vay vay vay. Yok çıkmayayım. Tezeler çıkıp vay. İteciyle. Vay yokuşlar hara gedirsiniz. Kışt. Kışt. Xətekarlar. Keçin. Kışt. Kışt. Baş balalar deyiblər. Kışt. Hara çıxırsınız yani? Hara çıxırsınız? Neyse otu səpim mən belə qaldım otu səpə. Neyse çıxsınlar otlayıb gələrlər. Elə bir də bağdan gəlmirlər. Bitti. İçərini görmək üçün səbirsizsiniz. Hər halda səbirsizsiniz. İçərinin səsinə qulaq asın. Və işte bu. Bu otlar şeydir, gətirdiyim otların yarısından çoxu arpa, nədir onun adı? Otudur, arpa otu dediyim, yəni arpanı yetişəndən sonra kəsib inəklər üçün gətiriblər. İnəklər də ki, onun yarpaqlarını yeyib, sümbülü falan qalıb, indi onları yeyirlər. Hal-hazırda toyuqlar, ördəklər qalır, hündüşkalar. Eşəcəklər buraları, bütün. Nədir onun adı? Yəni altın üstünə gətirəcəklər. Apilka səpmək yadımdan çıxdı bu arada. Altın üstünə gətirəcəklər. Yəni qurutacaqlar. Sobanı yandıracağım. Daha da istilik. Çox yaxşı olacaq. İndi ördəkləri yerini çəkim sizə. Ördəklərin yeri belə oldu. İndi yuvaların otunu falan hamısını çıxartıb attım bayra. Oralarda bu otdan yox. Yəni o pres otundan, yəni İnəyi yiyən otdan, yəni əvvəldən gətirmişdim, ondan səpəcəm. Daha doğrusu yuvalara ot qoyacağım. Buralara səpdim. Bura niyə səpmədim desəz, bura yadımdan çıxdı. Asep. O asep nədir deyə soruşsaz, daşlı qumdur. Daş da ki, bu heyvanların həzm sistəminə kömək edir. Və hansısa vitaminlər var, o vitaminlər hal-hazırda yadımda deyil. Ona görə bunlar daş yeməlidir. Həmçinin o heyvanlar neçə vaxtı mənim yadımdan çıxır bunlara vermək. İzləyənlər bilər deyəcək, ver xutarda bunlara elə qalıb. Bəlkə indi keçib alıb gələrəm. Yadımdan çıxıb alır. Ağılsızlıq. İndi sobanı da yandıracağım. Çox qəşəng olacaq. Yaxşı oldu məncə. Yaxşı oldu. Çox gözəl oldu. Bol-bol səpdim, elə qalıb orada artıq. Əmmə də verəcəm. Yəni aşağıdakı əmmə. Nə deyirdim? Çoxdur, yəni onların hini balaca bir şeydir. Yəni elə bir şeydir. Ondan da balacadır hətta. O yerdən də balacadır. Göstərmişəm əvvəlki videolarda. Nə deyirdim? Özüm üçün də ayırtacağım. Çox qalıb çünki. Özüm üçün də ayırtacağım. Qalanı da elə verəcəm. Əmmə aparıb səfər heyvanlarının hininə. Qəşəng oldu. Kıpır kıpırdılar heyvanlar.
Elə yeyirlər. Əlavə yem kimi oldu. Bunlara indi mən gətirib burada yem verə bilmədiyim üçün, verə bilməyəcəyim üçün yem qablarını gətirib qoyacağım. Hətta o qırmızı yem qabını belə gətirib asacağım deyə bu ipdən asacağım. O baxımdan mənim üçün yaxşı olacaq o qab. Həm də o keçən dəfələrdə göstərmişdim sizə taxtadan yem qabı, onu da gətirib qoyacağım bura. Ördəklər falan oradan yeyər. Bu arada ağzım yara çıxıb deyə danışamıram. İncidir, çox incidir. Belə. İndi sobanı yandırım, yuvalara ot qoyum, davam eləyək. Artıq keçdim. O erkek hinduşka neydi? Lal ördəyindən canavar. Təbii ki, lal ördəyi udacaq, amma yenə də bir baxaq görüm nə olacaqsa. Kişiləşib canavar. Bırak. Uşaq da uşaq. Əl değmə. Balama əl değmə. Olan qalan 2 dənə xoruz qalıb. Bunları da öldürmə. Zaten olanın yeri ayrıdır. Bir şey olmaz. Mən incəydim. Sobanı yandırım, gətirim odunlarla. Bir də ki, ot qoyum yuvalara. Bir də bunların yerinə o yumuşaq otdan qoyacağım. Yuvaya qoyduğum otdan bunların altına səpəcəm. Bu biraz iki otdur da ya. Onları narahatçılıq yaratar. O xırda otdan səpəcəm bunların altına. Sobamız da yandı. Yuvaların otunda qoydum. Təbii ki, bir yuvaya çatmadı ot. Çünki niyə ot çatmadı? Ot var. Amma ki, quru ot yoxdur. Hamısını bir ara qar yağdı deyə. Onda üstünü açıq qoymuşam, yaddan çıxıb. Qar yağıb üstünü yaşlayıb. Mən də üstünü bağlamışam sonradan. Yəni qar quruyandan sonra, yəni günəş çıxıb qarı qurutandan sonra mən də üstünü bağlamışam. O da qalıb çürüyüb. Buna görə ot yox idi. Biraz tapdım o quru hissəsindən. Gətirib yuvalara qoydum. Biraz da bura attım. Başqa da yoxdur ot. Neysə, belə yumurtayırlarmış da. Yuva lazımdır bunlara. Qoy yumurtasınlar. Mən hər yerini ot taparam sizin üçün. Narahat olma. Tək siz yumurtayın. Neysə, sağ olun dostlar, özünüzə yaxşı baxın. Gələn videoda görüşmək üzrə, görüşərik. Hələlik.